kənarların hamısı, indi həqiqətən də burada küləkdən yanmaq olmur. Bu gördüyünüz kənarların hamısı bax izolyasiya olunacaq. Hamısı bağlanmalıdır. Tavanlar bərkidilməlidir. Tavanlar gördüyünüz bayaqları yerlənirdi. İki tərəfdə də yoldaşlar sökürlər. Alçıvanı, çünki alçıvanın altındakı izolyasiya heç nəyə uyğun gəlmir. Nə şovları birləşdirilib, nə kənarları birləşdirilib. Belə məhsulu qoyublar ora, qalıb orada. Elə bil ki, bir nəfər yatıb, yorğanı çəkib üstünə, ayaqları da çöldə qalıb, qolları da çöldə qalıb, başı da çöldə qalıb, amma üşüyür. Əlbəttə ki, üşüyəcək də. Bu adam yorğan bunun üçündür ki, hər bir yeri bağlamalıdır. Bax. Gördünüz mü? Buradan sabah qardır, yağışdır, nə bilim küləklə olan səsli, küydür, hamısı dolacaq bu mənzilə. Ona görə baxın, inşallah bu cür formada sizə göstərirəm və yekunda da sizə göstərəcək ki, bax, izolyasiya proseduru necə olmalı. Məhsul seçim və sifarişləriniz üçün Abşeron Ticarət Mərkəzində yerləşən 114 İzolyasiya qrup mağazamıza yaxınlaşa bilərsiniz.